Son vaxtlar kirayə mənzillərlə bağlı nəzarət gücləndirilib. Polis əməkdaşları kirayədə yaşayan şəxslərin qeydiyyat və kirayə müqaviləsi sənədlərini yoxlayırlar. Sənədlər qaydasında olmadıqda isə inzibati tədbirlər görülür və vətəndaşlar cərimə oluna bilirlər. Hazırda aparılan yoxlamalar zamanı polis əməkdaşları qapıları döyərək vətəndaşlardan şəxsiyyət vəsiqələrini və kirayə müqavilələrini təqdim etmələrini xahiş edirlər. Əgər şəxs yaşadığı ünvanda qeydiyyatda deyilsə və kirayə müqaviləsi mövcud deyilsə, həmin şəxs barəsində yerində protokol tərtib olunur və 30 manat məbləğində cərimə tətbiq edilir. Hüquqşünas Cavid Cəfərov bildirir ki, ölkədə yaşayış yeri üzrə qeydiyyat və kirayə müqaviləsinin rəsmiləşdirilməsi qanunvericiliyin tələblərindən biridir. Onun sözlərinə görə, polis əməkdaşları qanuni əsaslar olduqda belə yoxlamalar apara bilərlər. Bu zaman vətəndaşların həmin ünvana hansı əsasla gəldikləri və kirayə müqaviləsinin olub-olmaması araşdırılır. Hüquqşünas qeyd edir ki, polis əməkdaşları vətəndaşlara müvəqqəti qeydiyyatla bağlı tövsiyələr də verməlidirlər. Yəni, vətəndaşlara yaşadıkları ünvan üzrə müvəqqəti qeydiyyata düşmələri tövsiyə olunur. Əgər şəxs yaşayış yeri üzrə qeydiyyatla bağlı qanunvericiliyin tələblərini pozarsa, polis onun barəsində protokol tərtib edə və 30 manat məbləğində inzibati cərimə tətbiq edə bilər. Lakin polis əməkdaşlarının həmin cəriməni yerində vətəndaşdan almaq səlahiyyəti yoxdur. Bəzi hallarda isə ev sahibləri kirayə müqaviləsini rəsmiləşdirməkdə maraqlı olmurlar. Onlar düşünürlər ki, kirayəçi qeydiyyata düşərsə, gələcəkdə mənzilə iddia edə bilər. Hüquqşünas isə bildirir ki, bu fikirlər doğru deyil. Kirayə müqaviləsinin müddəti başa çatdıqdan sonra həmin müqavilə qüvvəsini itirir və kirayəçinin mənzil üzərində heç bir hüquqi iddiası yarana bilməz. Daxili İşlər Nazirliyindən bildirilib ki, kirayədə yaşayan şəxslərin qeydiyyat və müqavilə sənədlərinin yoxlanılması qanunvericiliyə tam uyğundur. Qeyd olunur ki, hüquq pozuntularının vaxtında aşkar olunması və qarşısının alınması məqsədi ilə profilaktik qeydiyyat və monitorinq tədbirləri mütəmadi şəkildə həyata keçirilir. Əgər vətəndaş yaşayış yerindən kənarda 60 gündən artıq qalırsa və müvəqqəti yaşadığı ünvan üzrə qeydiyyata düşmürsə, bu hal qanunvericiliyə əsasən inzibati məsuliyyət yaradır. Kirayə mənzillərlə bağlı nəzarətin gücləndirilməsində əsas məqsəd mövcud qaydaların tətbiqini və şəffaflığın təmin olunmasını gücləndirməkdir. Kirayə münasibətlərinin rəsmi şəkildə tənzimlənməsi isə gələcəkdə yarana biləcək mübahisələrin qarşısını almağa xidmət edir.